Cəmil bəyi salamlayırıq. O sevgili millet, uca halk, biz güneşli bir günde bu meydanda toplaşmıştık. İndi bulutlu bir hava, yağışlı çiskinli bir təbiyyət, ama insanların ruhu kırılmadı, onların azadlık eşki bu meydanın abı havasını müəyyən eləyir. Eşq olsun sizlere. Mən Milli Şuramız adından bu meydana toplaşanları ve yüreği burada olan bütün Azerbaycan vatandaşların, bütün halkımızı salamlayıram. Size eşq olsun deyirəm. Bu çətinliklere başımızın üstünden yağan qara yağışa baxmayarak siz yine öz iradenizi ortaya koydunuz. Yine meydanlardasınız. Azadlık uğrunda mübarizənin önündesiniz. Azerbaycan değerli dostlar, Azerbaycan hakimiyeti değerden düştükçe kıymetleri artırır. Bugün hakimiyeti mənimsəmiş 9 oktyabrda seçki adıyla hakimiyeti zorla ele geçirmiş bir grup talançı Azerbaycan halkıyla işgal edilmiş, esir götürülmüş halk kimi Azerbaycan ərazileriyle işgal edilmiş ərazi kimi rəftar edir. Bu bizim vətənimizdir. Biz buna yol verməməliyik. Talançılığa, vətəndaşın cibinə girməyə yox deməliyik. Azerbaycan xalqı özünü müdafiə haqqına malikdir. Ona göre bu meydanlarda iradesini ortaya koymalıdır. Ve kıymet artımının faydasını gören yalnız bu hakimiyettir. Ben size bu yaxınlarda hesaplanmış bir örneği deyirəm. Kıymet artımı neticesinde Azerbaycan bütçesine gelecek vesayet təkcə Anar Əliyevin mənimsədiyi vesayetdən daha azdır. Sevgili millet, bu senin hakkındır, bu senin hayatındır, bu senin rifahındır. Öz hakkın uğrunda mübarizədə meydanda olmalısan, öz rifahını özün təmin etməlisən, talançılığa ve soyğunçuluğa yox deməlisən. Bakın, en değerli evlatlarımız bu günleri həbisxanalarda, bütün Azerbaycan coğrafyasında muhakime olunur. Şəkidən tutmuş Lənkərana kadar, Bakıda nidaçıların, ondan qabaq İslamçıların saxta yolla tutulmuş, saxta ittihamlarla tutulmuş, Qurama günah üstünde tutulmuş yüzlerle vətəndaşımız bu günleri muhakime olunur. Şəkidə İlqar Bey'in, Tofiq Bey'in İsmailli hadiselerinde hapse alınmış insanların günah töreden kalıp bir tarafta,
bu insanlara kurama suç düzeldirler ve onlar üzerinde mezhekiye benzer bir mahkeme kururlar. Nidaçıların mahkemesinde olduk. Əliyev rejiminin istibdadı bu gençlerin ruhunu kıra bilmedi. Çünkü onların ruhu azadlık üstünde köklenip eşk olsun bu gençlere. Biz öleriz meydanlar çekmeli. Biz öleriz meydanlar çekmeli. Biz öleriz meydanlar çekmeli. Değerli dostlar, dünya değişir, dünya yenileşir, dünya inkişaf edir. Demokratik değerlere söykenen devletlerin sayı günden güne artır. Bakın bizim komşu Gürcistan artık Avrupa Birliği'nin şerq tərəfdaşlığına integrasiya oldu. Ukrayna bu günleri öz yolunu müəyyən etmek için milletin iradesini koyup ortalığa. Ben eminlikle size deyirəm ki, Ukrayna halkının seçimi qələbəylə nəticələnəcək və bu seçime karşı duran hakimiyyət getməlidir. Bakın Suriyada neler baş verir. Bu ülkede Ərəb inqilablarının sonuncu həlqəsi olarak bir diktatör rejimine karşı artık bir ile yakındır ki ölüm dirim savaşı gedir. Değişmeyen bir Azerbaycan hakimiyetidir. Öz oğru təbiyyətini değiştirebilmir. Öz diktatör xislətini değiştirebilmir. Eğer onlar buna kadir değilse bu millet onları değiştirecek. Bu ülke yenileşecek. Bu ülke muasirleşecek. Demokratiyadan başka ayrı yolumuz yoktur. Ve bu demokratiyanı müəyyən edenler bu günleri bu meydandadır. Ürəyi bu meydanda olanlardır. Bütövlükdə Azerbaycan halkıdır. Eşq olsun Azerbaycan halkına. Değerli dostlar, sevgili gençler, siz niye azadlık azadlık diye haykırırsınız? Geçtiğimiz tarih sübut etti ki müstakil olmak hele azad olmak değil. Azerbaycan'ın müstakilliği bir grup hakimiyeti ele geçirmiş insanların ülkeni müstakil şekilde sökmek mekamıdır. Azerbaycan halkı müstakillik uğrunda mübarizə apardığı kimi azadlık uğrunda da mübarizə aparacak. Əliyev istibdadının, Əliyevin zorakılıq üzerinde kurulmuş hakimiyetinin sonunu da ona gösterecek. Bu millet bunu bacaracak, sizlerin gücüyle bacaracak, Azerbaycan gençliğinin gücüyle bacaracak. Eşq olsun Azerbaycan gençliğine. Hakimiyetten soruşmak lazımdır. Vatandaşa ne vermişsen ki onun üzerine bu kadar kıymet artımını koyursan. Onca faiz emek hakkı pensiya artırdın. Onun ardınca bütün bazarın bahalaşması geldi. Onun ardınca yanacağın kıymetinin bahalaşması geldi. Ve bu sonuncu değil, diğer artımlar da növbədedir. Biz yalnız milletin iradesini ortaya koymakla bu kıymet artımının karşısını alabilirik. Vatandaş öz değerini, öz kıymetini özü müəyyən etmelidir. Meydanlarda olmalıdır. Hak ve adalet uğrunda mübarizə aparmalıdır. Milli şuramızın da
hədəfləri millətimizin haqqı və hüququna nail olmaqdan ibarətdir. Bu haqq və ədalət uğrunda mübarizədə mən sizə uğurlar arzulayıram. Ölkənin sosial həyatı bərbad vəziyyətdədir. İlk dəfə olaraq Azərbaycan tarixində 1000 illər boyu millətimizi yaşatmış kənd təsərrüfatı bu günləri gəlirsiz sahəyə çevrilmişdir. Ölkənin səhiyyəsi, ölkənin sosial durumu, ölkənin maarif və təhsili bərbad vəziyyətdədir. Nə qədər ki, bu oğru hakimiyyət, nə qədər ki, bu talançı hakimiyyət, varlanmaqdan başqa ayrı niyyəti olmayan bu bir qrup insan hakimiyyəti mənimsəmiş insanlar olacaq. Hakimiyyətdə bu millətin günü bu formada qara olacaq. Bilirsiniz ki, Azərbaycan xalqını, Azərbaycan Konstitusiyasının 6-cı maddəsinə görə Azərbaycanda hakimiyyətin mənimsənilməsi bu xalqa qarşı ən böyük cinayətdir. Oktyabr ayının 9-unda Azərbaycan xalqına qarşı ən böyük cinayət törədilib. İndi Azərbaycan Konstitusiyasının 107-ci maddəsi işə düşməlidir. Bu cinayəti törədənlər törətdiyi əməllərə görə cavab verməlidir. Bu hakimiyyətin bu millətə rəhbərlik etməyə haqqı yoxdur. Çünki onun vəziyyəti ilə bu millətin durumu arasında çox böyük fərq var. Millət öz hakimiyyətin formalaşdırmalıdır. Azərbaycan xalqı bu konstitusyon haqqı əldə etməlidir. Bunu sizlərin gücü ilə əldə edəcək və sizlərə eşq olsun, Azərbaycan xalqına eşq olsun, gedəcəyimiz yola eşq olsun.